Sual budur ki, Güney Azərbaycanın müstəqil olması üçün və sonra Güney Azərbaycan bir gəlişmiş bir ölkə olması üçün, yəni Cənubi Kore kimi Şərqi Almaniya dövlətlərin səviyyəsinə gəlməsi üçün biz, yəni Güney Azərbaycan, Azərbaycan hökumətindən və dünyada Azərbaycanlılardan, həm Azərbaycan içində və həm xaricdə yaşayan Azərbaycanlılardan hangi yardımı tələb edirsiniz? Birincisi sualınızda Güney Azərbaycanın istiqlalı üçün, güya ki Güney Azərbaycan həm iç şəraitə baxdığımızda Güney Azərbaycanda və ümumiyyətlə İranda və həm dış şəraitinə, xaricdə olan şəraitə baxdığımızda bu sual meydana gəlir ki, əcəba Güney Azərbaycanın bugünkü durumu ilə içəridə və xaricdə olan bir şərait ilə istiqlaliyyət mövzusu Güney Azərbaycana bir aktuel sual mı? Məncə İran içi şəraiti və Azərbaycan içi, yəni Güney Azərbaycan içi şəraitə baxdığımızda və başqa tərəfdən uluslararası hüquq və istiqlal məsələsini göz önünə aldığımızda bu ki, Güney Azərbaycan bugün istiqlala savaşa bilər deyə hər rasyonal zehniyyət və ya fikrin yanında çox böyük bir quşku oyandırır ki, acaba bu iş ola bilərmi, ya ola bilməz. Ona görə sizin sualınızda bir az dəyişiklik lazımdır. O da bu ki, sual belə meydana gəlməlidir ki, Güney Azərbaycanda Türk xalqı öz müqəddəratını təyin etmək üçün Azərbaycan hökumətindən və Azərbaycanlılardan dünyada hangi tələbdə buluna bilir? Öz müqəddəratını təyin etmək Güney Azərbaycana, Güney Azərbaycan torpaqlarında bir yerel dövlətin bərpası hədəf tutulur. Yəni bugün baxdığımızda şəraitə İranın içində, İranın anayasasında, yəni hüquqda nə Güney Azərbaycan, nə Türk kimliyi və nə Türk dili heç bir qanuni statusa sahib değildir. Əcəba bir xalqi ki, heç bir siyasi statusa sahib deyil və yaşadığı bölgə, yəni Güney Azərbaycan da hüquq əsasında bir status sahibi deyildir. Necə istiqlaliyyəti öz siyasi hədəfi kimi götürə bilər? Normal olaraq ilk öncə Güney Azərbaycan Türk kimliyi və Türk dili həm İranda və həm Güney Azərbaycanda hüquqi bir statusa sahib olmalıdır. Mesela İranda bir federal sistemin kurulması lazımdır və bu vasitə ilə Azərbaycan özünə siyasi status kazanmalıdır. İkinci aşamada, o ikinci aşama ne zaman olacaktır diye bizim yaşımız ora çatmaz, ama ikinci aşamada, yani Güney Azərbaycan siyasi, kültürel status tapandan sonra bir ölkədə, o zaman Güney Azərbaycanda yaşayan öncülər, düşünürlər, siyasiler Azərbaycanın daha çox siyasi gəlişməsinə düşünüb ona strateji bərpa etməlidirlər. Yəni bu gündən biz istiqlal şuarını meydana qoya bilmərik, çünki Güney Azərbaycan heç bir statusa sahib değildir. Baxdığımızda Kuzey Azərbaycana varan Cumhuriyyətinə Sovyet Birliyinin bərpası 15 cumhuriyyətin bir araya gəlməsiyle mümkün olmuştur. Və o 15 cumhuriyyətdən biri də Azərbaycan Cumhuriyyəti idi. Yəni Sovyet köçəndə o 15 devlət istiqlaliyyətə əl tapdılar. Diqqət etsəniz, Rusiya tərkibində olan Çəçənlər Çəçənistanın istiqlalı üçün həqiqətən can və qan verdilər. Amma o mücadilə sonuçsuz qaldı. Səbəb Çəçənistanın istiqlalı üçün Rusiyanın anayasasında bir hüquqi dəstəyin olmamasıydı. Yəni əgərsə Sovyet köçəndə Azərbaycan direkt cumhuriyyət qazandı, onun səbəbi Sovyet Birliyinin anayasasında Azərbaycan bir müstəqil cumhuriyyət kimi Sovyet tərkibinə girməsi üçündür. Yəni Azərbaycan
70 ile yaxın bir federal veya konfederal sistemin içinde yaşadığı üçün və onun ayrılmasına anayasal bir dəstək olmaq üçün Sovyet köçəndə Azərbaycan Cumhuriyyəti başqa 14 cumhuri kimi ayrılma imkanı tapdı. Amma İrana gəldiyimizdə İranda Güney Azərbaycan heç zaman belə bir status sahibi olmayıbdır. Yəni Azərbaycanın idarəsi Azərbaycanın əlində olmayıbdır, yerel hökumət olmayıb, yerel məclis olmayıb və türk kimliyi və türk dili belə heç zaman bu ölkədə rəsmiyyəti tanınmayıbdır. Bu durumda istiqlal şüarı vermə biraz gerçəklərdən uzaq və siyasi ədəbiyyatla bir aşırı strateji sayılır. Yəni İranda olan Güney Azərbaycan, Sovyet Birliyində olan Azərbaycan Cumhuriyyəti ilə siyasi və hüquqi status cəhətindən kökündən bir-birindən fərqlidirlər. O cəhətdən Azərbaycan bir aşama, yəni status qazanmaq üçün, siyasi və hüquqi status qazanmaq üçün bir yerel hakimiyyətə və o yerel hakimiyyətə bir federal sistem çərçivəsində qurulmalıdır və istiqlala keçmə məsələsi olursa, federal sistemin qurulandan sonra və Azərbaycanın siyasi statusu təsbit olandan, Azərbaycanın siyasi coğrafiyası bəlli olandan sonra Azərbaycanda yasal bir hərəkət, yəni məclisin olması, devlətin olması və dilin və kimliyin rəsmiyyəti tanınması ilə istiqlal istəyənlər ondan sonra yeni stratejilər qurmalıdırlar ki, mən bu haqda əlbəttə başqa yerlərdə danışmışam amma bura yeri deyil deyə o sürəcdən danışma gərəksizdir. Sualın o biri yönü, yəni biz Güney Azərbaycandan, Azərbaycan hökumətindən və Azərbaycanlılardan dünyada nə yardım istəyirik deyə. Normal olaraq Güney Azərbaycan yardım istədiyi xalq Azərbaycanlılar deyil, dünyada yaşayan türklərdir. Özəlliklə Azərbaycan dövləti və Türkiyə dövlətidir. Bizim xalqımızın və milli kimliyimiz türkdür. Bizim üçün Azərbaycan və Türkiyə xalqımızın bir parçasının devlətləri bərpa olan ölkələrdir. Ona görə biz dünyada Azərbaycanlılardan deyil, Türklərdən yardım istəyirik. Çünki Azərbaycana gəldiyimizdə bəlkə orada Kürdlər var, orada Ermənilər var, Talışlar var və ya Türkiyəyə getdiyimizdə başqa xalqlar var. Ona görə bizim istədiyimiz yardım ilk öncə türklərdəndir. Həm Azərbaycanda, həm Türkiyədə və həm başqa yerdə harda varsa, xalq olaraq türk xalqından dünyada yardım istəyirik birinci dərəcədə. O yardım nə ola bilər? O yardım fikri alış-veriş və Güney Azərbaycan status qazanması üçün Güney Azərbaycanın hüquqları həqdə olduğu ölkələrdə, var olduğu dərnəklərdə, təşkilatlarda, siyasi təşkilatlarda Güney Azərbaycanın həqləri üzrə danışıb təbliğ və tərvic etmələri lazımdır. Bir tərəfdən də əsas tələbimiz bu xalqdan həm Azərbaycanda və həm Türkiyədə budur ki, öz devlətlərin, yəni Türkiyədə Türk hökumətin və Azərbaycanda isə Azərbaycan hökumətini Güney Azərbaycanın milli müqəddəratının təyin etmə yönündə Güney Azərbaycana dəstək vermə məcburiyyətində qoysunlar. Mən həm Azərbaycanda və həm Türkiyədə xalqdan tələb etməmiz o cəhətdən önəmlidir ki, keçən 100 ildə Türkiyə devlətinin var olması bir sevinç qaynağıdır, amma heç zaman Güney Azərbaycanın milli müqəddəratının təyin olması haqda heç bir balaca addımda keçən 100 ildə atmamışdır. Və bu tarix, yəni keçən 100 il tarixi bizi həqiqətən kədərləndirir və yardım alma sahəsində həqiqətən bizi umutsuzlandırır. Bu vəziyyət Azərbaycan hökumətinə gəldiyimizdə də çox parlaq deyildir.
Baxmayaraq ki, bu dövlətlər, həm Türkiyə və həm Azərbaycan dövləti bizim xalqımızın bir parçasının dövlətidirlər. Amma heç biri ciddicə Güney Azərbaycanla uğraşmayıb və Güney Azərbaycanın müqəddəratının təyin olması, yəni Türk xalqının müqəddəratının təyin olması Güney Azərbaycanda heç bir yardım, çaba və çalışmasında bulunması hiss olmur. Bura gəlmişkən bir şey aydınladım ki, mən həm Azərbaycan dövlətindən və həm Türkiyə dövlətindən elə bir gözləntim yoxdur ki, Türkiyə dövləti və Azərbaycan dövləti kör-köruna Güney Azərbaycandan və Türk xalqından İranda himayət etsinlər. Belə bir tələb siyasət bilimi ilə uyğun deyildir. Yəni, Güney Azərbaycanla Türkiyə, Güney Azərbaycanla Azərbaycan Cumhuriyyəti arasında ortaq çıxarın olması söz konusudur. Yəni, Türkiyə və ya Azərbaycan Güney Azərbaycana çıxarı olmursa heç zaman yardım etməz. Bu normal siyasətin və dövlət quruluşunun əsaslarıdır. Yəni, dövlətlər çıxarlar əsasında hərəkət edərlər. Ona görə mənim bir danışığım var ki, bizim, yəni Güney Azərbaycan, Türkiyə və Azərbaycan qarşısında hangi ortaq çıxarlara sahibdirlər ki, o ortaq çıxarlar Azərbaycan Cumhuriyyətini və Türkiyəni Güney Azərbaycana dəstək verməyə yönətsin. Mən keçmişdə bu ortaq çıxar nədir deyə bir danışığım var. Və həqiqətən də ciddi bir ortaq çıxarlılığı meydandadır. O ortaq çıxar nədir? İranla Azərbaycanın, İranla Türkiyənin sərhədləridir, sınırlarıdır. Yəni, həm Türkiyə İrandan, həm Azərbaycana İrandan sərhədlər qaçaq sərhəd dedilər. Adam qaçaqçılığı, uyuşturucu qaçaqçılığı, silah qaçaqçılığı, terror qaçaqçılığı bu sınırlardan keçir. Bu sınırlar, sərhədlər Türkiyəyə və Azərbaycana güvənli bir sərhəddə çevrilsinlər deyə yalnız bir teori var. Yalnız bir yol var. O da Güney Azərbaycanda bir yerel dövlətin qurulmasıdır. Bu yerel dövlətin qurulması istər-istəməz bu sınırların güvənliyində, yəni Azərbaycana keçən sınır və Türkiyə keçən sınırların güvənliyində ən üstün və mühüm rolu oynaya biləcəkdir. Çünki federal sistem İranda qurulursa, o federal sistemin ən güclü federal dövlətlərindən biri Azərbaycan dövləti olacaq. Çünki bu dövlətin həm Azərbaycanda və həm Tehran, Kərəcdə və həm də Türk kantonlarında İranın, Qəşqayı, Xorasan, Lorestan, İsfahanda böyük bir dəstək alıb, mərkəzi dövlətdə ciddi bir rol oynama və güc sahibi olacaqdır Azərbaycan. Yəni, İranda federal bir sistem qurulursa, Türklər həm İranın mərkəzi dövlətində çox ciddi bir güclü rol oynayacaqdır, həm də sınırlar və sərhədlərə gəldiyimizdə Azərbaycanın yerel dövləti istər-istəməz hər bir tərəddüdü Azərbaycanda polis vasitəsilə kontrol altına alıb və o sınırların güvənliyini bir türlü təmin etməyə imkan tapacaqdır. Bu vasitə ilə Azərbaycan və Türkiyə ilə Güney Azərbaycan arasında ortaq çıxar məsələsi o ölkənin sınırlarını İrana qarşı güvənlik altına almaq lazımdır. Bu əsasən o ölkələrin milli güvənliyini təmin edən bir faktordur. Özə kimin tərəfindən? İran kimin bugün bir qaba dövlət tərəfindən bu sınırlar, bu sərhədlər sui-istifadə olmaqdadırlar. Bu sınırlar güvənlik altına alınsın. İran dövləti bu sınırlardan istədiyi kimi sui-istifadə etməsin deyə yalnız bir yol var. İranda sistemin dəyişilməsi, federal sistemin qurulması, Güney Azərbaycan dövlətinin bərpa olması, yerel dövlətinin bərpa olması və türklərin İranın mərkəzi dövlətdə ciddi bir təsir və etkilərinin olması söz konusudur. Yəni, burada bizim yardım tələbimiz yalnız körü-körünə və ya bir tərəfdən deyil, bəlkə
iki tərəfli ortaq çıxarlara dayanaraq Azərbaycandan və Türkiyədən gözləntilərimiz əlbəttə ki vardır. Yəni bugün əgər Azərbaycan dövləti və Türkiyə dövləti ölkələrinin sınır güvənliyini, sərhəd güvənliyini nəzərə alırsalarsa, hər ikisi də bir araya gəlib və Güney Azərbaycanda yerel bir dövlətin qurulması və İranda siyasi dəyişiklikləri üçün bir hərəkət etməkləri lazımdır. Yəqin bilməyimiz lazımdır ki, o ortaq mənfəəti və çıxarı nəzərə alırsaqsa, Türkiyə və Azərbaycan nə edəcək deyə həm onlar bilirlər və həm biz bilirik ki, nə işlər lazımdır. Bugün Azərbaycanın ən axsar nöqtəsi güclü bir mediasının olmamasıdır. Nə bir mediası, bir neçə mediasının olmamasıdır. Media deyəndə keyfiyyətli, güclü media. Baxdığımızda bugün İranın mərkəz siyasi hərəkətlərinə, Ərəbistandan və İsraildən İran International Televizyonu adında çox güclü və çox keyfiyyətli bir media imkanı yaratdılar. Və bu mərkəz zehniyyətini İranda davam etməkdə və gücləndirməkdədir. Halbuki bizim qardaş dövlətlərimiz bizim üçün deyil, öz çıxarları üçün belə Güney Azərbaycanı diqqət mərkəzinə almayıblar və Güney Azərbaycan hələ də lazımi yardımı o sahədə kimsədən almamışdır. Bu sual haqqında əlbəttə bəzi başqa mülahizələr də var ki, biraz sözün uzanması üçün onlara toxunmaqdan vaz keçim və o mülahizələr haqqında danışmanı bir başqa zamana ertələməyimiz lazımdır. Burada sualın cavabına nöqtə qoymaqla və biraz da uzun danışmağım üçün məni bağışlayın.